Tələbə də canından bezməyib. O sadəcə qidalanma xətrinə yox, doymaq xətrinə çıxır çöldə bayırda yeyir. Cips ve çeşitli ürünler satamıyorsunuz. Çocuklarımızın sağlığını tehlikeye koyan herhangi bir ürün satamıyorsunuz. Bilginiz olsun. Jöleli kekler mevcut. Şuradan görüyorum. Bunların satışı da yasak. Sizin eldivensiz ve bonesiz çalışmanız yasak. Sodalar yasak. Meyveli içecekler, bunlar hepsi yasak. Bu yaxınlarda Türkiyə məktəblərində onların yeməkxanasında olan reydlərə baxdım. Siz də baxıb yazarsınız ki, o məhsullar bizdə qadağandır və ya qadağan deyil. Amma daha dəhşətlisi bizim bəzi universitetlərdədir ki, yeməklər o qədər bərbaddır ki, o qədər bahadır ki, tələbə də canından bezməyib. O sadəcə qidalanma xətrinə yox, doymaq xətrinə o yağlı yeməklər, mayonezli yeməklər, fast food dediyimizdə onları yeyir və gələcəkdə də bir sağlamlıq problemi olacaq ki, bizim səhiyyə xərclərimizi, o gün icbari tibbi sığortaya ayrılan xərcləri görürsünüz, onlar 3-4 dəfə artacaq. Çünki həmin tələbələrin mədə bağırsaq problemləri, şəkər problemləri, qan damar problemləri artacaq. Amerika kəşf etməyə ehtiyac yoxdur. Eyni məsələni Türkiyədə universitetlərində həll olub. 2 manata 3-4 çeşid sulu yeməyi, quru yeməyi verilir. Bəs bizdə bunu eləmək çoxmu çətindir? Siz öz universitetinizdən məmnunsunuzmu?